Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyyə və mürsəlin. Seyyid Muhammedin və alə alihi və ashabi əcmənən ba'd. Deməli, selamu aleykum və rahmetullah və bərəkatuhu. Biz biraz qısa məsafə olmasa da, biraz məsafədən sonra, deyəndən sonra dərsimizi davam edirik. Elhamdülillah. Ümumiyyətlə, o müəllimlərimizdən bəziləri deyərdi ki, elm tələbəsi, ümumiyyətlə, elm oxumaq maşına bənzəyir. Yəni, elə ki, söndürdün, soyuyur motor, qutardı, soyuyur. Amma elə ki, kodladın, motor qızdıqca başlayırsan oxumağa, gedir. Ona görə də biz ki, yandıq, ha. Görsən, o diyamağı nəticəsində nə qədər çəkdi, bir ay çəkdi də. Bir aydan çox oldu. Xeyr, inşallah davam edək. Deməli, biz qalmışdıq 8-ci məsələdə hansı ki, müsəlmanı, təbii ki, bunlar hamısı müsəlmana aiddir, hansı ki, dindən çıxardan. Ki, dinə girib və dindən çıxardır. 8-ci məsələyə. Deməli, 8-ci məsələ də bu, məsələ bu idi ki, muzaharatul müşrikin və ma'amanatuhum aləl muslimin. Yəni, kafirlərə qarşı özünü göstərmək, onları kömək eləmək ki, müsəlmanlara qarşı qüvvətli olsunlar. Və ya müsəlmanlara qarşı kafirləri kömək eləmək. Yəni, bu məsələdir. Məsələ də ciddi məsələlərdəndir, necə əvvəlkələr kimi. Lakin, bir qısa ekskurs eləyək də kitaba. Çünki biz artıq 8-ci deyik. O deməkdir ki, 7 dənə keçib əvvəldə. Birinci dediyi nədir? İslamdan çıxardı onlara məsələ? Şirkdir, şirk. Şirk dediyi nədir? Şirk ibadətdə Allahdan qeyrisinə nəyəsə sərf etmək. Yaxşı. Şirkin neçə növ var? Böyük, kiçik, yaxşı. Sonra dediyi nədir? İkinci? Vasitə qoşmaq. Yəni, Allahla öz aranda vasitə qoşmaq, o vasitələr ki, şəriət deməyib onu. Nə deyil? Və lakin bir dənə vasitə idi orada. Cari vasitə. Həmçə şəfaət də var idi. Şəfaət də var idi. Vasitə nə? Deməli, şəfaət də var idi. İkisi bir yerdə idi. Yəni, müəllif rahiməhullah gətirib və həmçinin təvəkkülləmək Allahdan qeyrisinə. Bunlar hamısı var idi. Sonra dedik ki, üçüncü nə idi? Yəni, çünki kafirləri kafir görmür və ya olan küfründə şəkk eləyir və ya nə? Və ya olan yolunu düz sayır. Bu da nədir? Bu da küfürdür. Həmçinin dördüncü dedik. Yox, o 5 idi. Dördüncü deyir ki, düz deyir, fərqi yoxdur bu şeyin, əvvəl, axırın. Əsas odur ki, onun biləsən. Amma söhbət gedir, yəni kitabda müəllif necə qurub, yox, istehza da başqadır, yəni kim etiqad eləsə ki, Peyğəmbər salasının yolundan başqa yol daha kamildir və s. Bu da nədir? Küfürdür. Həmçinin 5-ci dedik ki, kim Peyğəmbər sallarsan gələn bir şeyi sevməsə, nifrət eləsə, əməl etsə də yenə küfürdür. Sonra dedik ki, 6-cı dedik, kim istihza eləsə. İstihza eləsə, bu da küfürdür. Lakin bu küfürlər biz dedik ki, əvvəlkilərdən və sonrakilərdən fərqləndi. Burada əvvəlkilərdən baxmayaraq təfsilat var idi, şərhlər var idi, amma bunda isə demək olar şərhi olsa da bəlkə də azdır. Olsa da azdır. Sonra dedik 7-ci. 7-ci dedik nədir? 7-ci dedik sehirdir. Sehirdir. Və dedik ki, sehirdir küfürdür. Və həmçinin 8-də dedik ki, muzaharatul müşrikin, yəni müşriklərə dayaq durmaq, kömək etmək və muamanatum və müsəlmanlara qarşı olduqlarına görə kömək eləmək. Bu da küfürdür. Və lakin bu məsələ biz dayanmalıyıq biraz.
Çünki hər bir təbii ki, məsələ şərhə ehtiyacı var. Çünki şərh ne üçün lazımdır? Hətta düzgün təsəvvürün olsun məsələdən. Biz görürük ki, bidət əhlinlə bizim əhl-i-sünnə və cəmaət sələflərin fərqi nədədir? Dəlillərdə məsələn fikir versək, hətta dəlillərdə gətirməyində onlar gətirəndə dəlillər, ümumi dəlillər gətirirlər. Amma biz isə təfsilata gedirik. Dəlilləri yığırıq. Məsələn, çünki düzgün nəticə çıxmaq üçün yollar var. Gələk dəlilləri cəm eləmək. Budur bəzilərində məsələn çatışmayan cəhət. Məsələn, oxuyur bir dənə dəlili cəm etmədən nəticə çıxarılır. Hansı ki, nəticə çıxarmaq da elə deyil. Necə bilirsiniz ki, vəziyyət ümumiyyətlə heç də yaxşı deyil, ümumiyyətlə müsəlmanlar arasında. Xüsusən də düzdür, cavanlarda dönüş var dinə, ancaq vəziyyət necədir? Vəziyyət belədir ki, alimlərə münasibət, elm əhlinə münasibət, alimlərə bağlantı demək olar ki, qırılıb. Qırıblar bunu. Və nə üçün? Təbii ki, vəziyyət belədir ki, o vaxt ki, məsələn, cavanlar görəndə ki, bəzi ölkələrdə, məsələn, müsəlmanların haqları tapdalanır. Məsələn, müsəlmanları öldürürlər, qırırlar və s. Bəzi cavanlar gözləyir ki, alimlər bu saat elan eləsin cihad. Yəni, addım atsınlar hansısa. Görəndə ki, alimlər atmır, bu cavanlarda bu şübhə yanılır. Şübhə yanılır alimlərə qarşı. Ya bəzilər deyirlər ki, o alimlər işləyirlər harasa, ya deyirlər ki, bəziləri bunlar qorxaqdılar və ya bəziləri avamlar deyirlər ki, bunlar saray alimidir, yəni hakimiyyət nədir, onu eləyirlər və bəziləri cürbəcə şeylər deyirlər, özünüz də eşidirsiniz. Təbii ki, bu təhlükədir böyük, yəni alimlərdən çəkinmək böyük təhlükədir. Alimlərdən çəkinmək həmçinin bu deməkdir ki, elm öyrənmək artıq lazım deyil. Ona görə fikir versin o firqələrə, elm bəziləri tələb etsə də özləri tələb edirlər, özləri oxuyurlar. Yəni, alimlərə ehtiyac olmadan. Və özləri də deyirlər ki, öz alanında təbliğ edirlər ki, əlhəmdə Quran tərcümə olunub, hədislər tərcümə olunub, var, oxu özün başa düşkünə. Bu böyük təhlükədir. Bunu deyən özü təhlükəyə salır. Çünki əgər tutaq ki, bu 10 nəfərin içində deyirsə bunu, bu cür üslubla. Və bilmir ki, bu, əgər biz Quran sünnəni hamısına həvalə eləsək, belə öz necə başa düşürsünüz, özünüz, hər şey aydındır göyə ki, və hər şey aydın deyil axı. Ona görə təfsirlər yazılıb. Təfsirlər nə üçün yazılıb? Rahatlaşdırmaq üçün, Quran ayələrini düzgün başa düşmək üçün. Hədislər, sahabələrin sözü, alimlərin şərhi, bunlar hamısı cəm olunur ki, düzgün başa düşmək üçün, haqqı tutmaq üçün. Və deyirsən ki, sənə ki, alimlər hamısı satqındır, bunlar saray alimlərdir hamısı və ya harca işləyirlər, heç uğla asma onlara, özün oxu, özün şeylər. O adam özü bilmir ki, bu 10 nəfərin arası deyəndə bunu, 10 nəfərin hərisinin bir dənə ağlı var. Ola bilər, hamı düzgün başa düşməyəcək, bir dənə, yəni o deyən kimi. Hər kəs başqa cür başa düşəcək, sab ona qarşı çıxacaqlar. Və 10 nəfərdən neçəsi. Özün təhlükəyə salır. Amma sadəcə bilmir. Öyle bilir ki, alimlərdən uzaqlaşdıranda cavanları hələ olacaq. Ona görə fikir verirsiniz, haqqı başa düşmək üçün, bilmək üçün dəlillərlə, əgər istəyirsənsə, mütləq dəlilləri cəm eləmək lazımdır məsələdə. Hətta düzgün nəticə çıxarırsan. Həmçinin yəni, bu da mühümdir, cəm eləyəndən sonra baxmaq lazımdır, alimlər nə deyib bu məsələdə və hələ mən danışmıram, cəm eləyib, bacarırsan, yoxsa yox. Çünki elm hasant deyil, elm üçün gərək oxuyasan. İslam belə deyil ki, sən dünən gəlmirsən dinə, ibadətə başlamısan, bir dənə kitab tovhidi tərcüməsin, oxumaqla artıq sən dünkü qutardı. Və həmçinin fikir verirsin, dəlillərinə onların, məsələn, bidət əhlinin çox var, ümumi dəlillərdir. Necə ki, məsələn, rafislərin və ya sufilərin və ya xavariclərin quyruqları və s. müasirlərin dəlillərini fikir verirsin, ümumi dəlillərdir. Məsələn, deyir ki, Allah Subhanahu taala buyurur ki, kim kafirlər dostsa o da onlardandır. Məsələn, qutardı. Qəti şəkildə bu elə yanaşır ki, məsələyə,
elə başa düşülür ki, kafirlə heç bir əlaqə olmaz. Əksinə görəndə belə nifrətlə baxmalısan, fürsət düşsə öldürmək. Belə təbliğ olunur. Amma ki, bilmir ki, həmən Quranda bu ayəni nazil edən, həmən başqa surədə, başqa ayədə deyir ki, əhli kitabdan sizə evlənmək halaldır. Yaxşı, o da onun hələ mövqeyinə elə çıxır ki, Quranda ziddiyyət var. Necə yəni, Allah subhanət edir, onlarla dost olmayın, onları sevməyin. Kim olar? Dost, o da onlardandır. Başqa ayədə deyir ki, onlarla evlənə bilərsiniz. Bu nə deməkdir? Deməli, Quranda ziddiyyəti yoxdur axı. Deməli, nəsə başqa şeylər var. Deməli, bu ayı birbaşa tutulmur. Bu ayın şərhi var. Necə dost tutmaq, necə sevmək, nəyi sevmək, kimi, deməli, şərhi var. Və bu da çaşdıran. Ona görə, məsələn, bir də hələ fikir versəz, çox dəlilləri ümumi dəlillərdir. Məsələn, deyir ki, Şeyxülislam dedi belə, çox qutardı. Və ya məsələn, Şeyx Albani deyib ki, Fələstində cihad fard oləyindir, hər bir müsəlmana. Çox. Şeyx Albani demir ki, Fələstində deyib onu. Hamı deyir onu. Lakin demir ki, ged orada döyüş günə. O başqa məsələdir. Başqa məsələdir. Yəni, məsələ fard oleyin, o demək deyir, elə o saat. Fard oleyin də həcc. İndi durub həccə gedə bilərik, yox. Yəni, şərtlərindən, həccin şərtlərindən biri gerək zilhəccə ay girə, vaxtı. Həmçinin də baxma lazım, imkanı var, yoxsa yoxdur. Məsələn, cihad, zəkat da fard oləyindir. Lakin o demək deyir ki, çıxart ciblərində nə varsa hamısını at kinə. Yox, nisab var. O nisab olandan sonra o bir il ərzində sən, bir il tamamından sonra çıxardırsan kifaz yanına. Həmçinin oruc da, həmçinin namaz da, həmçinin belə də. Cihad da həmçinin. Cihad da ibadətdir, onun da qaydası var. Belə bir başqa işlə tətbiq eləmək olmaz. Belə şeylər çaşdır əslində cavanları. Ona görə, qardaşlar, yəni, bu məsələdə də, məsələn, müəllif deyir ki, rahimullah, İslamdan çıxardan onlara məsələdən də biri, kafirləri, müşrikləri dost tutmaq üzrə və ya onları kömək eləmək müsəlmanlara qarşı. Elə bir ki, müəllif rahimullah burada iki məsələyə bölüb bunu. Dost tutmaq, sevmək onları və müsəlmanlara qarşı kömək eləmək. Təbii ki, biz bunda dayanıb artıq otura bilmərik. Çünki məsələ doğrudan da ehtiyacı var şərhə. Şərhə ehtiyacı var. Çünki biz keçən dərslərdə də olub, biz toxunduq Hatib radiyallahu anhya, Hatib ibn Əbi Bəltə, hansı ki, müşriklərə məktub yazmışdı. Sahabi idi, Bədirdə döyüşən. Və bu hədis, bu hadisə, yəni Hatib radiyallahu anh cəsusluq eləmişdi. Ola ki, Əhl-i Sünnədən deyən olmuyor ki, cəsus kafirdir. Cəsus odur ki, müsəlmanlardan olan xəbərləri kafirlərə ötürür. Lakin heç kəs deməyib kafirdir. Nə 4 imam deməyib. Nə İbn-i Teymiyyə deyib, nə İbn-i Qayyim ki, cəsus kafirdir. Baxmayaraq, biz dedik ki, 8-ci məsələ hansıdır? Kafirləri dost tutmaq, onlara müsəlmanlara qarşı kömək eləmək. Deməli, məsələnin şərhi var. Nə vaxt kafir ola bilər, belə adam etsə, nə vaxt kafir olmur? Çünki sən məcbursan şərhə getməyə. Şərhə getməsən, onda həm çox müsəlmanları təkfir edəcəksən, hansı ki, özü atırsan təhlükəyə. Yəni, sənli bir şey yoxdur, salamatsan, özü atırsan bir də məsuliyyətli işlərə. Və həmçinin alimləri də sözlərinə seləcəksən, yəni. Müxalif olacaqsan. Bu da yaxşı əlamət deyil. Deməli, ümumiyyətlə, müvalə sözü, yəni müvalətul kuffar və müşrikin, onları dost tutmaq, yəni bir neçə mənada gəlir ərəbcə. Məsələn, buna daxildir, onları kömək eləmək, hansı ki, ikinci qismdə gəlir cümlənin. Sonra, həmçinin buna daxildir, məsələn, sevmək, onları sevmək, onlara rəğbət bağlamaq. Bunlar olmaz. Həmçinin bura daxildir, onlara qarışmaq. Həmçinin onlara daxildir, onlara oxşamaq. Bunlar daxildir bu məsələyə. Həmçinin bura daxildir, onlara ehtiram eləmək,
təzim eləmək. Bunlar hamısı daxildir bu məsələyə. Yəni, müsəlman gərək kafir və müşrikləri sevməyə. Sevməyə burada məna, yəni olan dinin, olan əqidəsin. Söhbət bundan gedir. Söhbət görmür insan kimi özlüyündə. Çünki ola bilər insanın valideyni kafir olsun. Əhli kitabdan və ya müşrik. Ana kimi tutaq ki, sevə bilərsən anavı. Sevə bilərsən. Hörmət eləyə bilərsən. Və ya qohumundur, kafirdir. Qohum kimi əlaqə düşmür. Və ya qonşu kafirdir. Qonşu haqları düşmür. Çox şey. Həmçinin ne üçün burada etiqad söhbət gedir, insana özü yox? Çünki əhli kitabdan Allah Subhanahu bizə icazə verib qız almaq. Tutaq ki, bir müsəlman əhli kitabdan tutaq ki, Yahudi qız alıb və ya Nəsrani qız alıb. O demək onu sevməsin. Sevə bilər yoldaşı kimi. Ancaq onun dini sevə bilməz. Onun dinini ikrah eləməlidir. Sevməməlidir, onun əqidəsini düzgün saymamalıdır, onun yolunu düzgün saymamalıdır. Deməli, bunların hamısı şərhi var. Həmçə alimlər daxillə bu məsələ onlara qarışmağa ehtiyacsız. Ehtiyac yoxdursa, məsləhət yoxdursa, müsəlmanlar üçün qarışmamaq. Həmçə oxşamaq da onlara daxildir. Özü onları oxşadırsan və ya ehtiram eləyirsən. Və burada indi yaxınlıq, özünə yaxın tutmaq, özünə dost tutmaq, indi bu 5 qismdən var böyük yaxınlıq, böyük, yəni təzim, böyük ehtiram, böyük oxşarlıq. Aydındır? Var kiçik oxşarlıq və ya kiçik ehtiram. Bunu gərək biz fərqləndirək, bu növü də qoyaq. Hatibə görə. Hatib məsələsi bu məsələdə ayırır bizdə. Böyük. Var, böyük ehtiram eləyir, səbəbsiz ayırır, böyük ehtiram eləyir, az qal səcdə eləsin. Var, kiçik ehtiram. Təzim. Necə ki, məsələn, Hatib radiyallahu anh hadisəsi. Hatib radiyallahu anh müşriklərə məktub yazmışdı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi hücuma hazırlaşır. Əksində cəsduqdur və xəyanətdir və s. Lakin Peyğəmbər sallallahu hətta Ömər ibn Xattab dedi ki, icazə ver bu münafiqin boynun qırım, kəsim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, yox, o Bədirdə döyüşüb. Yəni Allah subhanət hələ Bədirdə döyüşənlərə bağışlayıb. Bu onu göstərir ki, Hatib radiyallahu anh'ın əməli böyük küfür deyildi. Kiçik küfür idi, yəni günah idi. Çünki casus günah qazanır. Biz demirik casus. Əlal hər şey onda. Böyük asi olur. Yəni asili eləyir. Amma böyük küfürdən deyil, hansı ki, böyük təzimdən deyil, böyük məhəbbətdən deyil, böyük qarışıqdan deyil, böyük oxşarlıqdan deyil, böyük köməklikdən deyil. Çünki bu böyük olsaydı, Hatib radiyallahu anh Bədirdə döyüşməyi faydası olmazdı. Çünki küfür eləsəydi doğrudan da, dindən çıxardan. Bədirdə döyüşməyi faydası olmazdı. Yəni görsən ki, Hatib radiyallahu anh kiçik idi, kiçik küfürdənlər, yəni böyük günahlardan. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allah subhanət hələ onu bağışlayıb. Amma o küfür eləsəydi, bu əməli onun küfür olsaydı, onu bağışlamazdı. Nə olsun Bədirdə döyüşüb? Küfür mani olmazdı onun Bədirdə döyüşməyinə. Aydındır? Və deməli, bu hədis, Hatib radiyallahu anh'ın hadisəsi göstərir ki, dost tutmaq, ümumiyyətlə yaxınlaşmaq, kafirlərlə əlaqə qurmaq iki növ ola bilər. Bir böyük, bir kiçik. Necə Hatib radiyallahu anh'ın ikinci qismindən idi, ona görə. Böyüyündən olsa, təzim və ehtinam və s. böyük dostluq, böyük köməkli və s. bunlar hamısı küfürdür. Amma kiçiyi isə asili idi. O Hatib radiyallahu anh'ın hadisəsinə görə. Həmçinin buna daxildir, biz dedik ki, köməkli etmək. Köməkli etmək də kafirlərə, müşriklərə iki qismdir. Kafirlərə, müşriklərə köməkli etmək də
İki qismdir. Birinci qismi olar etmək. Birinci qismdə olar hansı yollarla, hansı halda. İkinci qismi isə olmaz. Qadağandır, məmnudur. Amma birinci qism hansı ki olmaz, şəriət qadağanlayıb, hansı ki eləyirsən ki, kafirlərə, müsəlmanlara qarşı ki, eləyirsən ki, kafirlər üstün olsun. Və ya müsəlmanlar zəif olsun. Aydındır. Heç bir səbəbsiz gedirsən, kömək eləyirsən onlara. Təbii ki, bunlar dindən çıxardandır. Bunlar küfürdür. Və Şeyx Rahimullah qəsd elə bu birinci qismdir. Amma deyəndə ki, biz, sən özündə də maraq yarandı ki, bəs deməli, caiz də var. Kafirlərə kömək eləmək olar. Caiz də var, əlbəttə. Caiz də odur ki, caiz olan odur ki, kafirlərə kömək eləyirsən, kafirlərə qarşı. Kafirlərə kömək eləmək olar, şəriət icazə verir. Əgər, məsələn, 2 dənə kafir döyüşür, 2 dənə dövlət, kafir dövləti döyüşürlər. Sən birinə kömək eləyirsən, əgər məsləhət varsa onda müsəlmanların. Əgər məsləhət varsa, birinə kömək eləyirsən ki, o birisi kafirə, bu kafir qalib gəlsin. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələr Rumluların farslara qarşı müharibəsində qalib gəlməyində sevindilər. Və ya Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə gələndə yahudilərlə əqd bağladı ki, əgər bizə hücum olsa, biz döyüşərik bir yerdə. Mədinəni qorumaq üçün. Aydındır. Yəni, kafirlərə kömək eləmək olar, əgər o kafirlərlə döyüşürlərsə. Bu, şəriətlə caizdir. Yəni, Peyğəmbər salsın bunu eləyib. Aydındır. Həmçinin, qardaşlar, təbii ki, bunda da əgər məsləhət olmalıdır, məsləhət. Əgər məsləhət varsa, müsəlmanların xeyrinə varsa. Əgər müsəlmanlar görürsə ki, məsələn, bu kafirə kömək eləsə, o birisi kafir zərər dəysə, hətta o birisi kafir güclənib, sonra mənə hücum edə bilər, ona görə eyb etməz. Bu məsləhətlə olsa eyb etməz. Aydındır. Və çünki o kafirlər kömək eləsə ki, o birisi kafirlərə qalib gəlsin, o birisi kafirlər, hansı ki, ikinci kafirlər, onların zərəri daha çoxdur bizə, müsəlmanlara. Və birinci kafirlərə kömək eləmək olar ki, onları zərərləşdirsinlər və s. Bunda bir şey yoxdur. Bu caiz şəriətlə. Necə ki, misal çəkdik, Peyğəmbər sallallahu hicrətdə gələndə Mədinəyə yahudilərlə əqd bağladı ki, Mədinəni qorumaqda, əgər hücum olsa bir yerdə döyüşək. Və həmçinin bəzi alimlər, məsələn, biz dedik 2 qismdir, caiz və məmnu, qadağan olan və həmçinin 3-cü qismdə var, bəzi alimlər, məsələn, 3-cü qismdə qeyd edirlər, kafirləri kömək eləmək, hansı ki, müsəlmanlara nə məsləhəti var, nə də zərəri. Bu da caiz deyil onda. Əgər ehtiyac, yəni söhbət xulasa buradadır ki, məsləhət yoxdursa, kafirlə heç bir əlaqəyə girmək lazım deyil. Ehtiyac yoxdursa, şəriət caiz görmür kafirlə əlaqəyə girməyi. Amma belə olar, əgər məsləhət olsa, onda girmək olar. Əks halda yox. Aydındır. Yəni, hər bir kafiri yaxınlaşmaq, əlaqə qurmaq heç də küfür deyil. Şərhi var. Baxırsan, vəziyyətə, məsləhətə, həm kafirlərin halına, həm müsəlmanların halına. Çünki məsləhət belədir ki, əgər baxırsan, əgər sənin kömək etməyinə kafirlər laf gücləşəcəksə, caiz deyil. Caiz deyil. Həmçinin onlarla münasibət qurmaq, müamilə etmək. Müamilə də növləri var. Fikirsən, hər şey təfsilatı var. Hər bir qismi bir neçə növü var. Və növlərini neşq bir qeyd eləyək, hətta düzgün başa düşək məsələni. Hələ birbaşa, əgər hələ
başlığı götürsə qutardı. Başlığı götürsə qutardı, işlər bitdi. Bu məsələdə gəlmir, bütün məsələlərdən. Biz başlığı götürsək qutardı, daha işlər. Ona görə yaşamayaq bu dünyada. Necə ki, məsələn, təkfirçilər elə şərhləyirlər, şərh də yoxdur. Birbaşa deyirlər ki, məsələni ən birinci kafir özləri çıxır. Lakin onlar başa düşmürlər, fəhəm yoxdur. Ən birinci özləri təkfir edirlər. Belə hanla. Əgər vəziyyət belədirsə, hamı kafirdirsə, onda sən də kafirsən. Kafirlərlə yaşayırsan. Çünki hədisdə gəlir ki, kafirlə bir yerdə yaşama. Onda sənin evində də kafirlər var, nəş olanı yaşa, çıx ki dağlara, meşələrə. Bir daha palatqı qur yaşa. Deyim, hə, əqidə sahibidir. Düzdür, zəlalət əhlidir, amma əqidə sahibidir. Ha, yoxsa oturub evində, hava evdəkilər də kafirdir, oturub ona deyir, çay tök, yemək də yiyir, yaşayır orada. Onda sən də tək kafirsən. Yəni, təkfirçilər dəlilləri ən birinci özləri təkfir olunur. Özləri kafir çıxır. Lakin bilmirlər, çünki onlar özlərindən danışanda deyir, yox, mənə aid deyil bu. Mənə yox, nə düşünürəm mənə? Mən başqalarını danışırım, məndən deyil. Bunlara aid deyil, amma başqalarına aiddir. Hə, amma onlarla münasibət, bu da təfsilatı var, arkadaşlar. Məsələn, əgər bir caiz məsələlərdə biz onlarla münasibət qura bilərik, şəriət icazı verib. Necə ki, məsələn, ticarət. Kafirlərlə ticarət eləmək olar. Necə ki, Peyğəmbər salsan eləyirdi onlarla, sahabilər eləyib, olan yanında işləyib. Məsələn, Əli bin Əbi Talib bir Yahudi qadının yanında işlədi. Yahudi qadın üçün işlədi biraz. Yəni, caizdir. Yəni, işdir, o caiz olan məsələlərdir. Onlar eyb etməz, məsələn, ticarət, iş. Burada heç bir şəriətə, yəni, müxalif bir şey yoxdur. Necə Sünən İbn-i Macədə gəlir, Əli bin Əbi Talib bir Yahudi qadınına yanında işlədi. Hətta Əli bin Əbi Talibdən, Ömər ibn Xattabın qaynatısından qabaq da Quran-ı Kərim bizə Yusuf surəsində Yusuf əleyhissalamın əzizin yanında, Misrin hakiminin yanında, baxmayın, kafir idi, onun yanında işləməyi vəzir kimi. Yəni, bu mani deyil İslam'a. Şəriyyətə zidd deyil. Aydındır. Çünki əziz kafir idi. Amma Yusuf əleyhissalam peyğəmbər idi. Və buna baxmayaraq Yusuf əleyhissalam işlədi vəzir kimi. O hökumətdə. Yaxşı. Həmçinin bu məsələyə aid, yəni kafirlərlə münasibətdə kafirlərin ölkələrinə getmək. O da baxır, əgər məsləhət varsa, zərurət varsa, əks halı bəyənilmir kafirlərin ölkələrinə getmək. Və ona görə bəzi alimlər məsələn deyirlər, 3 dənə şərt qoyublar kafir ölkəsinə getməyin. 3 dənə şərt. Ən birinci, gedən adam biraz məlumatlı olmalıdır, savadlı olmalıdır. Yəni, cahil adama bəyənilmir getmək. Çünki heç nə bilmir, gedir ora, gör, hamı kilsəyə gedir, Paçxatda bir gün. Gedim mən də, hamı gedir. Qoyun dəstəsi, mən də gedim. Aydındır. Bir gün sürüb getdim kilsəyə. Mən də gedəcəm. Avamdır, bilmir heç nə. Amma gedən adam bilməlidir, məlumatlı olmalıdır. Biraz əqidəsi olmalıdır ki, hə, bu nədir küfür, nə olar, nə olmaz. Bu müsəlmandır. Aydındır. Bu birinci şərtdir. Gedən adam üçün kafir ölkəsinə. İkinci şərt, biraz imanı olmalıdır. Hətta asiləyə düşməsin. Şəhvətlərə uymasın. Birinci şübhələrə uymasın. İkinci də biraz hazırlıqlı geçsin. Yəni ibadətdə geçsin. Ki şəhvətlərdən özünü qorusun. Allah qorxusu olsun. Üçüncü həmçinin çalışsın dinin orada izhar eləsin. Yəni gizlətməsin. Gizlətməsin dinin. Yəni kafirlər məsələn xaçı taxırlar, rahat gəzirlər. Aydındır, o dinlərin izharıdır. Və yahudilər görsən, balaca təseylər qoyurlar başlarının ortasına. Gedirlər və heç eyb deyil bu. Heç bir. O dinlərin o şüarlarından biridir onların. Müsəlman da həmçinin lazımdır çəkinmək. Məsələn, namaz vaxtı gəldi, gir namazını qıl kinə.
Aydındır. Gün namazını qıl günə və ya otur məsələn, Quranı oxu. Hətta bəzi məsələlər düzdür, artıq da görüblər məsələn, deyiblər, gedəndə də həmçinin niyyətində dəvət olmalıdır. Niyyətində dəvət olmalıdır. Həmçinin deyiblər ki, bəziləri məsləhət olmalıdır. Əgər gedməndə məsləhət varsa, ehtiyac varsa, zərurət varsa gedməkdə. Əks halda gedmə. Aydındır. Amma gedəndə də xülasə ən qəsdindən, məqsədində dəvət olmalıdır. Amma gedib heç nəsə, heç bir şərtsiz bularsız gedmək olmaz kafir ölkəsinə. Həmçinin, yəni bu məsələyə aid qardaşlar, həmçinin bu məsələyə yaxşı, kafirə yaxşılıq eləmək olar. Kafirə birdən yaxşılıq eləsək, bu 8-ci məsələyə daxil ola bilərik. 8-ci məsələ dindən çıxardır adamı. Çıxarda bilər daha doğrusu. Dərhal çıxmır. Çıxarda bilər. Təhlükəli məsələdir. Birdən kafirə yaxşılıq eləsək, bu 8-ci məsələ qadağan olan növlərinə girir, yoxsa yox? Kafirə yaxşılıq eləmək də 2 qismdir. 2 qismdir. Məsələn, əgər kafir, açıqdan deməli, Mumtahinə surəsi. Mumtahinə, 8-ci ayə. 8 və 9-da oxuyarıq, heç olmaz. Əgər o kafir, deməli, kafirə yaxşılıq eləmək olar, birinci qism, əgər yaxşılıq eləmək olar, birinci qismdə. Əgər o kafir müsəlmanlara qarşı deyil, müsəlmanları ölkələrindən çıxartmaq istəmir, mənasında deyil və onlara qarşı müharibə eləmir, belə adama, belə kafirə yaxşılıq eləmək olar. Çünki Allah Subhanahu taala buyurur, Mumtahinə 8, amma 9-da oxuyarıq, fayda sonra. 8 oxu bir dənə, Mumtahinə 8. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Qadağan etməz. Deməli, əgər o kafir ki, məsələ, heç bir əlaqəsi yoxdur. Məsələn, ona görə, məsələn, gedib özlərini patlananda tutaq ki, Moskvadakı hadisədə, məsələn, gedib özü patlatdı, məsələn, metroda. Orada ölənlər, laf tutaq kafirlərdir. Onların heç bir əlaqəsi yoxdur cəmaat. Hətta onları dindirsən, özləri Rusiya hakimiyyətin bəyənmir, özləri də Rusiya hakimiyyətin o Şeyhistanda olan addımların və s. heç bəyənmirlər, heç qəbul etmirlər. Aydındır. Yəni, kafirlərin növləri var. Hamısı bir deyil ki. Sonra yaxşı faydası 9-u da oxuyur. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsla zalimlardır. Ona görə şərhi var, qardaşlar. Ona görə məsələn, götürür erməniləri. İndi ermənilər çoxdur, tutaq ki, birdən getdi Suriyə, məsələn, erməni yolda. O da öldürür bunu. Nə deyib, bizə qarşı düşür. Ola bilər, o soruşdur müharibəni, çoxsu müharibəni qəbul eləmir. Deyirlər, neyimizə lazımdır, məsələn. Deməli, onların kafirlərin növləri var. Hər bir kafiri şey eləmək olmaz. Hər bir kafirlə əgər yaxşılıq eləsə, o da öldür, sən kafir oldun. Əgər o kafirlər ki, məsələn, müsəlmanlara qarşı deyil və ya heç bir zərər görməmişsə ondan, ona yaxşılıq eləməyin bir şey yoxdur. Amma ikinci növü hansı ki deməli artıq bu düşməndir, bilirsən. Ona yaxşılıq eləmək olmaz. Düşməndir. Yəni, birinci növdə kafir idi ya. Lakin bu ikinci növ kafir, bir iş görürsən ki, müsəlmanlara qarşıdır. Müsəlmanlara əleyhinədir. Müsəlmanlara qarşı danışır, nələrsə eləyir. Onlarına olmaz kömək eləmək. Onlarla olmaz. Və xülasə hər bir məsələdə məsləhət olmalıdır. Yəni, məsləhət varsa müsəlmanın. Təbii ki, birinci növdə də yaxşılıq eləyəndə də qəsd nə olmalıdır? Hətta kafir ölkəsinə getsək, hətta kafirə yaxşılıq eləsək, qəsd nə olmalıdır? Dəvət olmalıdır. Ona görə məsləhət yoxdursa bəyənilmir. Düzgün deyil, olmaz.
kafirlərlə münasibət qurmaq, məsləhət yoxdursa. Həmçinin kafirlərlə sülh bağlamaq da. Sülh bağlamaq da var, iki qismdir. Var həmişəlik sülh bağlamaq, var müvəqqəti. Bu da hamısı qayıdır nəyə? Yəni, müsəlmanların halına, məsləhətinə, xüsusən də əgər zəif olanda. Müsəlmanlar əgər zəifdirlərsə, belə vaxtı sülh bağlamaq olar. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm müşriklərlə sülh bağlamışdı. Müəyyən bir müddətəcən. Aydındır. Yenə yəni məsləhəti görə. Yəni müsəlmanların xeyri varsa, məsləhəti varsa. Bu məsələlər, qardaşlar, bugünkü yəni dərsimizdə biz bu 8-ci məsələyə aid bəzi məsələlərə toxunduq. İnşallah, indi gələn dərsimizdə bugün yeni təzən başladıq. İndi gələn dərslər artıq biraz qızışar, Allah daha biraz ola bilsin. Gələn dərsimizdə ola bilər inşallah 8-i qutaraq 9-a keçərik. Allahın izni ilə. Allah subhanət hala bizə işin faydalardan etsin və bizi sələfin yolunda fəhmində sabit etsin. Selamun aleyküm, rahmetullah.